sevginin yaşı olmur. Gənc xanıma aşıq olmaq nədir? Öz gəncliyimə aşıq olmaq kimi bir şey. Sizcə alınıb sizdə? Məncə yox. Nəyə görə belə? Həmişə yox. Həmişə istədiyimə nail ola bilmirsən. Mənim beynimdən heç vaxt Yazıçılar İttifaqında işləmə fikri keçməyib. Ramiz Rövşəni birinci deyərdi. Rüstəm Behrudini deyərdi. Bu övladların içərisində ən yaramazı hansıdır? Onun vaxtında belə şeylər ola bilərdi. Bizim bəzi aktyorlar özlərini dünyanın ən ağıllı adamları sayırlar. Amma bir dənə sual vermək lazım. Axırıncı hansı kitabı oxumusan? Mən çox qorxuram ki, o kitabın adı Əlif olsun. Nə əcəb deputat olmaq istəmirsiniz? Ona təqdim etdiyi biclikləri duya bilmir. Mən bunların kökündə ancaq şəxsi maraq görürəm. Mehriban Ələkbərzadə Azərbaycanın çox istedadlı sənət xadimlərindən biridir. Ona qarşı müəyyən pozya duran bizim bir sıra aktyorlarımız doğru hərəkət etmirlər. Hər vaxtınız xeyir. Bizim bucaqda növbəti müsahibim Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullahdır. Bu müsahibənin digər müsahibələrdən əsas fərqi həm portret formatlı, həm də səmimi söhbət xarakterli olmasıdır. Çünki məni maraqlandıran mövzular var ki, bu mövzular həm ədəbiyyatımızın, həm teatrımızın, həm də ümumiyyətlə oxucu yazıcı sferasının problemidir. Lakin paralel olaraq da Kamal bəyin həyatına dair elə mövzular var ki, düşünürəm ki, bu suallara verəcəyi cavablar hamımız üçün çox maraqlı olacaq. Hər vaxtınız xeyir Kamal bəy, necəsiz? Sağ olun, sizi yaxşı olun, pis deyiləm. Kamal bəy, lap əvvəldən başlayaq ki, bir vaxtlar deyirdilər ki, bəs yazıçı anardan sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Kamal Abdullah olacaq. Hətta deyirdilər ki, bu mövzuda çox israrlısınız. Deyirsiniz ki, mən olmalıyam. İndi necə fikirləşirsiniz? Ümumiyyətlə, bu iddialar doğrudur mu? Yəni, sədr olmaq istəyirdinizmi? Yaxud da kimin sədr olmağını istəyirsiniz? Mən Anarın, yaxın və uzaq gələcəkdə Anarın. O deyilənlər ki, siz dediniz ki, deyirdilər, onlar hamısı yalandır. Mənim beynimdən heç vaxt Yazıçılar İttifaqında işləmə fikri keçməyib. Nə əcəb? Niyə keçməli idi hökmən? Yəni, firacə Mənim maraqlıdır. tutduğum, gördüyüm işlər, tutduğum vəzifələr Yazıçılar İttifaqındakı heç bir vəzifədən geridə deyil ki, bəlkə də çox vaxt da irəlidə olub. Ümumiyyətlə, bu Yazıçılar Birliyinin fəaliyyəti haqqında nə düşünürsünüz? Səmərəlidirmi Yazıçılar Birliyinin fəaliyyəti? Sizcə səmərəlidirmi? Fəaliyyəti? Bəli, bəli. İnsanlar yazır, Yazıçılar Birliyi götürüb insanlara yazmağı öyrətməyəcək ki. Bəli, bəli. Yazıçılar Birliyi sadəcə yazan adamların müasir həyat şəraitinə uyğunlaşmağını təmin etməyi qarşısına məqsəd qoya bilər. Başqa Yazıçılar Birliyi bu insanlara nə edə bilər? Bilirsinizmi, bizdə çox vaxt şəxsi istəyi ictimai istəyə döndərmək həvəsi var. Yəni, mənim istəyim şəxsidir, amma mən onu elə də qələmə verirəm ki, güya ədəbiyyat haqqında düşünürəm, mədəniyyət haqqında düşünürəm, teatr haqqında düşünürəm, amma bütün bunların dərinində şəxsi istək durur. Bunu bir-birindən fərqləndirmək lazımdır. Bir məsələ də mənə maraqlıdır. Nə əcəb deputat olmaq istəmirsiniz? Heç zaman. Bunun da səbəbini öyrənə bilərəm. Mən elə gəlir ki, mən başıma aşağı salıb rektor kimi fəaliyyət göstərən zaman bir millət vəkilinin göstərdiyi fəaliyyətdən, yəni ölkəyə, millətə faydalılıq nöqteyi nəzərdən heç də geri deyil. Yəni mən öz faydalılığımı bu istiqamətdə elmi və tədris istiqamətini daha lazımlı sayıram. Cəmiyyətdəki reputasiyanızla bağlı istəyərdim bir sual verim. Sizcə Kamal Abdullah imzası bir şəxs olaraq hazırda rektor kimi daha çox tanınır, yoxsa yazıcı kimi daha çox tanınır? Yəni, yoxsa bir incəsənət adamı və yaxud da mədəniyyət adamı? Yəni, bunlardan hansı daha çox sizin adınızın yanında çəkilir? Mənə demək biraz çətindir. Onu siz daha yaxşı hiss eləməlisiniz, görməlisiniz. Məncə elə o imzalar bir-birini rədd eləmir, o imzalar bir-birini tamamlayır. Yəni, bir növ yanaşı. Bir növ bir-birini tamamlayır da yəni. Tələbələrinizlə, belə deyək, bu universitetdəki tələbələr həm də sizin övladlarınız kimidir təbii ki. Onlarla necə, onlar sizə necə yanaşır? Onlardan soruşun, bunu onlardan soruşun. Bu qədər tələbə ilə. Məni həmişə, hər birindən ayrı-ayrı soruşmağa ehtiyac yoxdur. Onlardan soruşun. Mən tələbəni elə bilirəm ki, mən məsələn tələbəmni bəzən tələbədən də öyrənirəm. Onu özümə müəllim kimi görürəm. Bu gəlişi gözəl ifadə deyil.
Mənim aləmdə ümumiyyətlə öyrənmə prosesi iki tərəfli prosesdir. Sən hətta sinifdə, auditoriyada dərs verdiyin zaman dərs dediyin insanlardan, tələbələrdən də öyrənməyə davam edirsən. Bu başqa cür mümkün deyil. Bunu öyrədərkən öyrənmək. Öyrədərək öyrənir. O bizim universitetin şeyində də var, nədir onun adı? Devizində də var ki, docenta discimus. Bu qədim latın ibarəsidir və öyrədərək öyrənirəm deməkdir. Bilirsinizmi? O demək deyil axı mən dərs deyəndə necə öyrənə bilərəm mən. O da mənə durub dərs demir ki. Mən onun gözünün ifadəsindən öyrənirəm. Mən onun reaksiyasından öyrənirəm. Dediyim bu və ya başqa fikrə münasibətini mən onu hiss edirəm, öyrənirəm. Bu da öyrənmə prosesinin bir qoludur. Fikrinizi bitirdinizsə mən digər sualıma keçim. Sizin də üzvü olduğunuz bir klub var idi. Səhv eləmirəmsə adı 13-lər klubu idi. 13-lər klubu? Bəli, mən 13. bizdə də işləyirəm bu arada. Doğrudan. Vallahi. Məndə olan məlumat var idi ki, yəni siz də oranın üzvüsüz. Müəyyən qələm adamlarının da Yox, bizim bir klubumuz var. Müxtəlif Azərbaycan ziyalılarının, müxtəlif peşə sahiblərinin, Azərbaycan ziyalılarının, müxtəlif ixtisasa malik Azərbaycan ziyalılarının bir-birilə ünsiyyət klubudur, belə deyək. Biz orada cürbəcür tədbirlər keçiririk. Məsələn, klubun üzvlərindən mən Nazım İmanovu göstərə bilərəm, bizim iqtisadiyyatçını, Ramiz Övşəni, Rafiq Əliyevi. Klubun adı nə idi? Adı yoxdur klubun, elə bizim bir görüş yerimiz. Yəni şərti bir adı yoxdur. Ya. Yəni sizcə o klubun ən zəif üzvü kimdir? Zəif nəyi? Bəndi, yəni ən zəif və ən güclü üzvü. Onu demək çətindir, zəif bəndi. Orada axı məhdud bir say, bir qism yoxdur ki, deyim ki, bu sayda adamlar var və belə. Oraya gələnlər bir də görürsən hansısa bir tədbirin mövzusunun işığına gəlirlər. Məsələn, bilirlər ki, bugün orada Ramiz Rövşən şeir oxuyacaq, ya sabah orada Rüstəm Behrudi şeir oxuyacaq, ya Rafiq Əliyev çıxış eləyəcək, ya orada maestrolarımız var, Gərayzadə var, Adıgözəlzadə var, bunlar çıxış eləyəcəklər. Bunlar müxtəlif sənət sahələrinin bir-birinin yanında olarkən müxtəlif sahə mütəxəssisləri bir-birinin yanında olarkən özlərini necə hiss edirlər? Məsələn, mən bir musiqiçi ilə yanaşı olanda hər hansı bir mövzuya münasibət bildirəndə o necə bildirir? Biz bir-birimizi anlaya bilirikmi? Ya elə biz hökmən hər birimiz öz sahəmizdən danışmalıyıq. Biz bu dairəni vurub keçməyə çalışırıq. Fikrimi Bəli. Azad Mirzə Canzadənin sözü olmasın deyə bildiyim. Yəni, mən bir filolog kimi, mədəniyyətşünas kimi, yanımdakı bir kibernetik alim kimi, onun da yanında bir musiqiçi, eyni mövzuda, məsələn, Füzulidən danışanda bir-birimizi anlayırıq ya yox. Bax, söhbət bundan gedir ki, bax, bu müxtəlif ixtisas adamlarının, sahiblərinin bir yerdə olmasının mənası nədir? Sualına elə bilirəm ki, mən indi cavab verdim. Yazıçılardan söhbət düşmüşkən, bu sual mənə çox maraqlıdır və biraz da şablon sualdır ki, Azərbaycan yazıçıları niyə dünya miqyasında tanınmır? Yəni, ümumilikdən danışıram təbii ki, istisnalar var, aralarında mütləq var. Yəni, üzə çıxardası yazıçılarımız yoxdurmu, yoxsa məsələ, problem nədir? Azərbaycan dünyanın bir hissəsidir də, düzdür? Bəli. Azərbaycana çıxmaq artıq dünyaya çıxmaq deməkdir. Əgər bir yazıçı Azərbaycana çıxıb, Azərbaycanda könülləri oxşaya bilirsə, zövqləri oxşaya bilirsə, ağılları oxşaya bilirsə, yəni insan o yazısını oxuyanda, şairi oxuyanda ləzzət alırsa, böyle dünyaya çıxmaq deməkdir. Mən məsələn, belə adamlardan elə Ramiz Rövşəni birinci deyərdim. Rüstəm Behrudini deyərdim. Nə qədər onlarla adam saymaq olar ki, onlar bugün Azərbaycan oxucusunun diqqətini cəlb edirlər. O dünyaya çıxıblar da demək. Bəs İngilis, bəs Fransız, İngilis dilində də tərcümələr vasitə. Bizdə tərcümə mədəniyyəti yavaş-yavaş formalaşır. Bizdə tərcümə olunan əsərlərin axı bir siyasəti lazımdır. Elə belə mənim filan kəsdən xoşum gəldi, götürdüm, bunu tərcümə elədimlə olmaz. Bu gərək müəyyən bir siyasət, uzaq gedən, uzun sürən bir siyasətin nəticəsində biz bilməliyik ki, bugün Azərbaycan oxucusuna
Hansı əsərlər vacibdir? İngilis ədəbiyyatı, müasir İngilis ədəbiyyatı mı? Daha çox müasir fransız ədəbiyyatı mı? Amerikan ədəbiyyatı mı? Bax, o nə bizə daha çox lazımdır sualının cavabını biləndən sonra biz həm özümüzə tərcüməni prosesini yüngülləşdirmiş olur, həm də özümüzdən tərcüməni. Bax, bir yazıcı kimi sizə gələn məktublar var. Və yaxud da sizə gələn Əvvəllər çox yanaşmalar oldu. var. Əvvəllər çox oldu. İndi məktub yazmırlar. İndi elə kompüterdə zətdə nəsə yazılır. Facebookdan yazılar indi. Ha, Yəni daha çox nə ilə bağlı yazılar? Məsələn, oxucularınız ən çox hansı detallardan təsirlənirlər? Ən çox hansı əsəriniz bilirsiniz, mən orada sizə bir şey iz deyim qoyur? də. Adətən bu məktublar əgər bir insan məktub yazmağa özünü məcbur edə bilirsə, bu ancaq öz hüsn rəğbətini bildirmək üçün yazılır. Mən belə məktublar alıram. Görünür, başqa tipli məktubları ya yaza bilmirlər, ya yazmaq istəmirlər. Hər halda məktubda analizdən çox müəyyən fikir, like qoyur. Elə bir ki, like qoyur da. Hansısa bir mahnıya, hansısa bir hekayəyə, ya şeirə. Yəni bitmiş fikri ifadə eləmir. Əvvəlki Sadəcə tərif. məktub, o yaxşı sual deyil bu. Əvvəlki məktub yazma mədəniyyəti itib. Məktublaşma mədəniyyəti itib. Kompüter onu son dərəcə sıxımləşdirib. Bir növ daha quru bir hal. Qurudub. Bəli, bəli. Bəs bunu yenidən necə yaşartmaq olar? Yenidən necə diriltmək olar? Kompüterləri geriyə fırlatmaqla kompütersiz dövrü yenidən həyata gətirməklə həmən o məktubların o şəhd-i şövqünə yenidən nail olmaq olar. Belə çıxır ki, Kamal Abdulla ona görə öz əsərlərində daha çox klassik ruhda obrazlar yaradır. Məsələn, biz sizin əsərlərinizin bir çoxunu oxuyanda ağlımızda yaranan o mənzərə ki var, hardasa öz nümunəmdən götürürəm də, hardasa bir 1500, 1700, 1800-cü illərin ab-havasında hiss edirəm özümü. Daha qədimi bir təəssürat yaradır. Məsələn, Sehrbazlar Dərəsində qətiyyən bütün günü Facebookda, Instagramda kimsə like edən insan ab-havası yoxdur. Orada müəyyən zəif də görünsə, hər halda prototiplər var. Bəli, bəli. Mənsur Həllac, başqa prototiplər var. Onu soruşurdum. Yəni, orta əsrlər təxminən. Bəli, daha çox orta əsrlər. Daha çox ola bilər, bəli. Yaxud da müasir dövrdə oturmusan, sən özünü harada daha yaxşı hiss eləyə bilərsən? Hansısa məsələn bir dövrdə, uzaq bir dövrdə. Məsələn Füzuli dövründə. Belə şeylər Bəs bir olur. Əsərlərinizi qoyursunuz qabağınıza da deyək ki, bəzən deyirlər axı, kitablarım mənim övladlarımdır, belə yanaşma var. Bu övladların içərisində ən yaramazı hansıdır? Yəni sizin ən çox əsəbləşdiyiniz əsər. Qoymusunuz qabağınıza ki, bəs bunu bildim, bu çox möhtəşəm əsərdir. Bu da möhtəşəmdir, amma bunu niyə yazmışam? Olub mu elə bir şey? Daha yaxşı yaza bildim. Niyə yazmışam? Sualı mənim qarşımda heç vaxt özümə verməmişəm. Bəlkə verərdim, bəlkə bu istiqamətdən yanaşmamışam. Bəlkə verərdim ki, mən bunu daha yaxşı yaza bilərdim. Məsələn, hansı əsərdir o? Elə hər birini mən daha yaxşı yaza bilərdim. Mənə elə gəlir ki. Məndə redaksiya eləmək, mən özümü tərifləmək olmasın, pis redaktor deyiləm. Üslubları bir-birindən seçirəm və ayıra bilirəm. Və o şəkildə mən elə bu gün də hər hansı bir cümləni redaksiya eləmək həvəsim var. Çünki bilirsinizmi, redaksiya eləmək hardan doğur? Cümlə buna sənə imkan verəndə, mətn imkan verəndə redaksiya. İmkan verməyəndə mətn qurumuş şəkildə qalır. Düzdür? Bəli. Bax bu, mən bir dəfə demişdim ki, mən Azərbaycan dilində yazmıram. Mən Azərbaycan dilinin potensialında yazıram. Bu deməkdir ki, hər cümlənin öz invariant və variant hissələri var. İnvariant odur ki, o bölünməz, özündən sonra heç bir əlavələrə, heç bir transformasiyalara yol verməyən bir strukturadır, quruluşdur. Amma variant ondan doğan o cümlənin məzmununu başqa məzmuna keçməyə qədər ki, cümlənin struktur şeyləridir, növləridir. Cümləni bir neçə struktur növdə demək olar, bir neçə variantda demək olar. Və bu variantları deyərkən sən gərək əsas məzmunu unutmayasan. Bax, o mənim üçün əsas məzmunda yazmaqdan daha maraqlı. Həmən o variasiyada və periferiyada cümlənin uzaq bir
bölgəsində yazmaq, sərhəd bölgəsində. Oxuyarkən bunu hiss eləmək olur. Olur. Bəli, oxuyarkən Olur, hiss eləmək olur və bəli. bəzi cümlələr bəzən hətta bir neçə variantda insanın beynində canlanır. Bəli. Düşünürsən ki, bu fərqli yazılmaq istəyir. Sanki son anda döndərib başqa formada yazır. Məsələn, mənim bir əsərim var orada şeydir, nədir, pyesdir. Hamı səni sevənlər buradadır. Adı belədir. Məsələn, mənə dəfələrlə neçə adam deyib, özü zövqünə inanmaram. Deyir ki, amma bu niyə adı belədir? Bu axı gərək belə olardı. Səni sevənlərin hamısı buradadır. Və bu həmən dediyim invariantdır. Amma hamı səni sevənlər buradadır cümləsindən. Mən qərbə bir ətir hiss eləyirəm. Məsələn, cənub Sanki ətrini. təbiilik var. Cənub ətrini hiss eləyirəm. O tayın ətrini hiss eləyirəm. İntonasiyanı hiss eləyirəm. Bir məsələni də soruşum. Yəni müasir dövrün oxucularının tələbatı bəllidir. Biz hər hansı bir yarmarkaya gedəndə görürük ki, gənc nəsil nümayəndələri əsasən evlənməyin 48 qanunu, Robert Greene'in məsələn hakimiyyətin 48 qanunu, bu yöndən Kolyonun 11 dəqiqə. Bəli, Kolyonun 11 dəqiqəsi iki başlı nəğə, deyərdim hətta pornoqrafiya xarakterli bir kitabdır. Yəni bu tip əsərlər günümüzdə daha çox oxunur. Yəni sizcə problem bizim yazıçılardadır yoxsa oxucularımızdadır? Niyə günümüzün marketinq tərəfi daha çox kitabları bu qədər ucuzlaşdırır? Bilirsiniz, bizim oxucular təəssüf ki, əksəriyyəti yazıçının ona təqdim etdiyi biclikləri duya bilmir. Məsələn, adını çəkdiyimiz Coelho'dan danışaq. Coelho'nun bir romanı var, Alkimik. Hə, kimyager. Kimyager. Yazıca gəlir də. Bəli, O bir romandır. Ha? Məzmunu yadınızdadır. Bir Təqribən. adam yuxu görür ki, hansısa başqa bir şərq ölkələrinin birində bir şəhərdə bir hamamın nə bilim həyətində bir küp qızıl bastırılır. İşin gücün atır, gəlir o şəhəri Başlayır, tapır, bəli. başlayır qazmağa. Gəlirlər bunu tuturlar ki, nə edirsən? Sən buranı niyə qazırsan? Deyir, bəs burada bəs yuxu görmüşəm belə. Onu tutanların böyük gülür deyir, sən başın xarab olur. Mən deyir, yuxu görmüşəm ki, sizin şəhərdə filan yerdə filan qızıl, mən bəyəm gedirəm ora. Bu durur, gəlir həmən şəhərə, öz şəhərinə qayıdır, gəlir qazır və qızıl küpünü tapır. Hə. Romanın canı budur. Yəni 5 cümləni izah eləmək olur. Yox, bunu Borges bir hekayədə verib. Coelho'dan əvvəl. Hansı hekayədə? Onun bir hekayəsi var da, bu adı yadımda deyil, amma bir hekayəsi var ki, bu bir şəhərdən o birinə gedir, nə edir. Bunları. Qum kitabı Və var idi məsələn. Borges də bunu özündən uydurmayıb. Bu kəllə və dimlədən gələn bir sujetdir. Yəni gəlib bu tərəflərə çıxır. Yəni onu demək istəyirəm ki, yazıçı bəzən öz sujet xəttini elə yerdən götürür ki, oxucusunu allada bilir. Allada bilmir, yəni ona özünün təqdim etdiyi məzmun quruluşunu yeganə kimi təqdim edə bilir. Daha orijinal. Orijinal təqdim. Amma halbuki o orijinallığın arxasında onun söykəndiyi mətnlər var. Və siz heç aldada bilmirsiniz oxucunuzu? Bu və ya başqa bir Məncə formada. yox, aldatmamışam mən. Aldatmağa çalışmamışam mən. Daha dürüst. Mənim romanlarımın, mənim 5 romanım var. Onların məzmununu mən heç bir bədii mətnə aparıb çıxara bilmərəm. Mən özüm ədəbiyyatçıyam, az da oxumamışam. Çıxarmaq mənim mümkün olmaz. Amma digər tərəfdən hər romanın daxilində bir üçbucaqlar var, dördbucaqlar var, sevgi əhvalatı var, başqa insani münasibətlər var. Onlar bütün dünya ədəbiyyatında təkrar oluna bu günə qədər gəlir. Shakespeare vaxtında da eyni cür seviblər, Sofokl vaxtında da eyni cür seviblər, Evripid vaxtında da eyni cür seviblər və bu gün bizim də vaxtımızda eyni cür sevirlər. Sevginin yaşı olmur. Maraqlı detaldır. Bax buradan davam edə bilərik. Sevginin yaşı olmur dediniz. Sizdən daha gənc birinə aşiq olmusunuzmu nə vaxtsa? Necə? Sizdən daha gənc birinə aşiq olmusunuzmu O nə vaxtsa? qədər. Lolita filmindəki kimi, yox da Nabokovun əsərindən əsaslanıb təbii ki. Yəni Nabokov. Yəni onda Lolita əsəri var. Yəni özünüzdən çıxmamışam. gənc bir xanıma aşiq olmaq kimi olubmu? Və ya da ondan bir eşq etirafı gəlsin. Bilirsən, gənc xanıma aşiq olmaq nədir? Öz gəncliyinə aşiq olmaq kimi bir şeydir. Öz gəncliyini xatırlamaq kimi bir həvəsli arzudur. Orada pis şey görmək, hökmən pis bir şey görmək Pis bir vacib şey deyil. deyil yəni, lazım. Yəni sən sevə bilirsənsə yaşından,
durumundan və yaxud hər hansı başqa bir şeydən asılı olmadan sevirsən, yaxud meyl edirsən. İnsanlar əyyam-ı qədimdən bir-birinə meyl edib. Bəzən bunun adı yoldaşlıq olub, bəzən dostluq olub, bəzən sevgi olub və s. və ilax. Mən indi verəcəyim sualı eyni zamanda 3 fərqli insana verirəm. Həm dövlət müşaviri kimi, həm rektor kimi, həm də ki yazıcı kimi verirəm bu sualı. Yəni ailə qurmaq, ümumiyyətlə sizin ailəniz və yaxud da qurduğunuz ailə sadə bir vətəndaşın ailəsinə nə ilə fərqlənir? Yəni bir dövlət məmurunun, bir yazıçının, bir rektorun ailəsini digər ailələrdən fərqləndirən ən başlıca fərqi mən bilən heç nə. Heç fərqi yoxdur. Mən bilən heç nə. Çünki mənim bu cavabı verməyə mənəvi haqqım var. Çünki mən həmən o sadə ailələrdən olan dostlarım var. Sadə ailələrin başçısı olan dostlarım var və mən o ailələrin necə yaşadığını, nə ilə yaşadığını gözəl bilirəm. Amma onlarda məsələn bölgü belədir. Əsasən evdar bir xanımla evlənirlər və yaxud da özləri deyək ki, sadə bir fəhlə həyatı yaşayırlar, nə bilim marketdə işləyirlər, maşın sürürlər. Amma siz həm özünüz, həm də həyat yoldaşınız da mənim bir məqaləm vardı. Yaşanmamış həyatın ilğımı, adı belə idi. Biz o həyatı ki yaşamırıq, onun ilğımı həmişə bizim gözümüzün qarşısında keçir, gedir. O ilğımı biz həmişə görürük. Amma o həyatı yaşamaq istərdik güya ki, amma biz başqa bir həyatın içindəyik. İstərdik güya, o qədər amma hər bir insan öz həyatına hansısa redaktələri etməyə, hər bir insan öz özlüyündə alınmış və yaxud alınmamış redaktordur. O qədər şeyi redaktör eləmək istərdik, amma edə bilmir. Çox ilgəyli bir cümlədir ha bu. Bunun bir tərəfindən tutub çox uzaqlara getmək var. O haracan desən. Alınmış və alınmamış redaktor. Sizcə alınıb sizdə? Məncə yox. Nəyə görə belə düşünürsünüz? Həmişə yox. Həmişə istədiyinə nail ola bilmirsə adam. Hər zaman. İstədiyinə nail olmaq asan məsələ deyil. Çətin məsələdir. Mənim bir şeirim var, orada belə misralar var. Buyurun. Mənə deyən gərək, nə olub axı, nə çabalayırsan, söylə, nə xəbər. Sən çətin tapasan axtardığını, sən axtardığını itirməyiblər. Çox maraqlı cümlədir. Yəni gərək kimsə itirsin ki, siz onu tapasınız. Və indi bunun bilirsənmi, elə misralar, elə şeirlər var ki, onu analiz etmək doğru deyil. Onu şeylərə bölmək, hissələrə bölmək, bu budur demək düzgün deyil. Sən gərək bəzi şeyləri hiss eləyəsən. Sadəcə bəzən deyirlər ki, iki qoçun başı bir qazanda qaynamaz filan. Dövlət məsələlərində və ya da vəzifəli şəxslərdə adətən bu sual verirlər ki, həm siz, həm həyat yoldaşınız məsələn bir növ vəzifəli şəxsi, bu necə bir situasiyadır? Mənim həyatımdan çıxış eləsə. Bəli. Mən bu sualı korrekt sual saymıram. Ona görə də bu sualı mən cavabsız buraxıram. Korrekt sual hesablanmışsınız. Bir sual da verim. Son dövrlərdə ümumiyyətlə bizim aktyorlarda və aktrisalarda, ümumiyyətlə sənət cəmiyyətində, sənətşünaslar cəmiyyətində nəsə hamı bir-birini qırmaqla məşğuldur. Fikir verirsinizsə bu belədir. Hətta deyərdim bəzilərinin yazıçılıq həyatına belə sirayət edəcək qədər böyüdü. Rejissorlarda da bu var, aktyorlarda və aktrisalarda, hamısında. Və hazırda Mehriban Ələkbərzadə xanımla bağlı müəyyən iddialar səsləndirilir. Mən bütün bu mövzulara toxunmayacağam. Kimsə kimisə ittiham eləyir, kimsə kimisə vurmağa çalışır, kimsə kimisə hətta fiziki cəhətdən vurmaq istəyir. Məsələn, Əli Nur kimi. Bunların kökünə nə dayanır və siz necə görmək istəyirsiniz? Bizim mən bunların kökündə ancaq şəxsi maraq görürəm və elə hesab edirəm ki, bugün bizim teatrımızın yaşadığı bir çox problemlər orada olan anlaşılmazlıqların üzündəndir. Onların hamısını çox asanlıqla düzəltmək olar. Mehriban Ələkbərzadə Azərbaycanın çox istedadlı sənət xadimlərindən biridir və mənə elə gəlir ki, ona qarşı müəyyən pozya duran bizim bir çox aktyorlarımız doğru hərəkət etmirlər. Doğru hərəkət etmirlər. Bugün bizim teatrımız cəmiyyətimizin bir hissəsidir və bu cəmiyyətimizin bir hissəsində belə mənası olmayan və yaxud arzu edilməyən halların baş verməsi, kiməsə qarşı nəsə bir ittiham irəli sürməsi bu doğru deyil. Niyə əvvəllər olmurdu bu? Yaxud da olurdusa da niyə bu dərəcəyə qalxmırdı? Mənim ən yaxın dostum, qardaşım Həsən Ağa Turabov olub.
Onun vaxtında belə şeylər ola bilərdi. Allah rəhmət eləsin. Ha? Yaxud başqa Tofiq Kazımovun vaxtında belə şeylər ola bilərdi. Yox. İndi bilirsinizmi? Bizim bəzi aktyorlar özlərini dünyanın ən ağıllı adamları sayırlar. Amma doğrudan da çox ağıllı aktyorlarımız da var. Onu da deyim. Bəziləri isə əsassız olaraq belə sayılır. Mən sizə bir şey deyim. Buyurun. Mən bir şey təcrübə eləmişəm ki, bizim aktyorlar, bizim bəzi aktyorlar, yenə deyim də, nəinki dünya ədəbiyyatında, Azərbaycan ədəbiyyatından xəbərləri yoxdur. Nəinki Azərbaycan ədəbiyyatında, oynadıqları pyesdən xəbərləri yoxdur. Ancaq öz rollarını əzbərləyib çıxırlar səhnəyə. Təsəvvür edirsiniz bunu. Neçə dəfələrlə mən məsələn Moskvadan, Türkiyədən, başqa əlim çatan ölkələrdən verilişlərə baxmışam, televiziya verilişlərinə. Aktyorların çıxışlarını görmüşəm. Bizdə Vysotski kimi aktyor var. Yəni teatr, həyat haqqında danışa bilər. Qaft kimi aktyor var. Həyatdan danışsın, şeir yazsın, neynəsin. Bizdə kimləri deyim, Mironov kimi, ya Şirvin kimi bizim aktyorlarımız var ki, durub həm sənətləri yüksək səviyyədə olsun, həm də söz demək iqtidarları olsun. Bunları balaca bir attestasiya ilə həmən dediyim hissəni, yenə deyirəm, çox gözəl bizim aktyorlarımız var, çox gözəl rejissorlar. Amma balaca bir bəzilərinə yüngülvari attestasiya keçir, ədəbiyyatla bağlı, teatrla bağlı. Deyirəm sənə, öz rollarından başqa iş nəyə bilmirlər. Axırıncı, bir dənə sual vermək lazım, axırıncı hansı kitabı oxumusan? Mən çox qorxuram ki, o kitabın adı Əlifba kitabı olsun. Mən daha da betərindən qorxuram. Oxumamış da ola bilərlər. Və sonunca və yazdığınız əsərdən sonra üzərində hazırda çalışdığınız bir roman ya da digər bir əsər varmı? Yəni yenidən mən bu yaxında bir pyes bitirdim. Bu bayram günlərində oturub çoxdan beynimdə fırlanırdı bu ideya. Beyrək adlı bir, belə deyək də, musical, musiqili, rəqsli, oyun tamaşa. İndi onu mən kulisə vermişəm, yəqin ki, orada çap olunacaq, budur. Ondan başqa mən xatirələr üzərində çalışıram, unutmağa kimsə var adı altında. Mənim bir romanım var, unutmağa kimsə yox. İndi bunun adını qoymuşam, unutmağa kimsə var. Yəni, həyatda gördüyüm, tanış olduğum, dostluq elədiyim insanlar olub. Mənim həyatda müəllimlərim olub, yeznələrim olub, Yəhyə müəllim, Ağamsa müəllim. Dostlarım olub, daha yaşlanmış vaxtda Ramiz Rövşən olub. İndi dostum Rafiq Əliyev var. İndi rəhmətlik. Burada Ramiz Rövşən olub, indi Rafiq Əliyev var deyəndə, indi dostunuz deyil. Səhv gedir, Ramiz Rövşən, yəni o vaxtdan dostum olub. Yəni gənclik illərimdən dostum olub. Rafiq Əliyevlə gənclik illərimdən yox, daha onunla kitab yazmağa başladıqdan sonra dostlaşdıq, o mənada mən deyirəm. Və yaxud Həsən ağa Turabov, mən yaxın. Azad Mirzəcanzadə, baxmayaraq yaşda məndən çox böyüdü. Bizim onunla bir yerdə bir kitabımız da var. Həm müəllifik biz ondan. Allah ona rəhmət eləsin, gözəl bir insanıdır. Və Vaqif İbrahimoğlu, mənim həm rejissorum olub, mənim neçə əsərimi tamaşaya qoyub. Mənim yarımçıq əlyazma əsərimi rus dilinə tərcümə edib, özdə rus münəqqidlərinin dediyinə görə virtuozcasına tərcümə edib yarımçıq əlyazma. Sonda bir... Bu dostlar həyatda insana çox şey qazandırıb. Yəni, mən fəxr edirəm ki, mənim belə dostlarım olub. Bilmirəm bu sual mənim yadıma hardan düşdü, amma müsahibə elədikcə ağlıma gəldi və bu sualı mütləq verməliyəm ki, futbol sizi maraqlandırmır, ümumiyyətlə, futbol azərkeşisizmi? Hər hansısa bir kluba azərkeşi edirsinizmi və ya futbol oynuyorsunuzmu ümumiyyətlə? Mən sizə bir şey deyim, mən futbol oynamağa 5-6 yaşından başlamışam. Bizim məhəlləmiz vardı, Mirzə Fətəli. Təzəpirin qabağından keçən küçə var ya, o Mirzə Fətəli küçəsidir. Biz də orada yaşayırdıq Mirzə Fətəlidə. Qonşu evin uşaqları ilə bir yerdə əskidən parçadan top düzəldirdi. O vaxt ona kos deyirdi, kos. Kos düzəldirdi və bir açıq qapı tapıb, o da qapı olurdu da, varota deyir. Varotaya vururdu bu, kosu aparıb ora vurmaq lazımdır. Mən asfalt üstündə gözəl futbol oynamışam həmişə.
8, 9, 10-cu siniflərdə mən məktəbdə hamı yaxşı futbolçu kimi tanıdım. Həm şairlik deyəndə həm şeir yazırdım məktəbdə. Qonaq-qara gələndə Sona müəllimə rəhmətli məni çıxardırdı. Zərbəli müəllim mənim əsas ədəbiyyat müəllimim olub 190-da. Çıxardırdılar, mən şeir oxuyurdum. Amma həm də asfaltda çox, mən yaşıl meydançada oynamamışam. Asfaltda çox gözəl futbol oynamışam. Sonra da doğrudan da son dərəcə azarkeşlik eləmişəm, amma indi yox. Kimə edirdiniz? Hansı klublara edirdiniz? Neftçiyə təbii ki, Neftçiyə eləyirdim. Sonra Gördünüz haqqında gözəl oyunlara, eləmədiniz. gözəl oyunlara baxmaqdan ləzzət alırdım, amma indi o gözəl oyunların da sayı azaldı və indi deyəmərəm ki, məndə həmin o futbol eşqi bu gün də yaşayır. Minnətdaram Kamal bəy. Çox sağ olun ki, suallarıma səmimi cavab verdiniz. Mən təşəkkür edirəm. Sağ olun.